Bir insan Allaha, İmam Zamana eşq iddiasındadırsa, həyat yoldaşına qarşı pis rəftar eləyirsə, deyə bilərsiniz, İmam Həsən deyir, dindarla evlən. Axı, dindar ailələrdə də həmin problemlər var. Bəli, var, mənə hərdən elə şeylər danışırlar. Deyim, məsciddə gəlir evdə mənlə elə rəftar. Elə şeylər danışırlar, deyirəm ki, bu insan necə bunu eləyə bilir, bu məscidə gələn adam? Necə eləyə bilir ailəsinə qarşı bu şəkildə davranmağı? Bir insan doğrudan da Allahı özünə məşuq olaraq seçib, İmam Zamanı özünə məşuq olaraq seçibsə, həyat yoldaşına qarşı pis rəftar eləsə, bir sual verəcək ona. Deyəcək, sərvərin sənə deyib mənə belə eləyəsən? Rəbbin sənə deyib mənə belə danışasan? Ya bu ona qarşı səhv eləsə, o bunu bağışlamasa, deyəcək, bəs sən ibadət elədiyin, sevdiyin Allah deyir ki, bu qədər qəddar olasan, günahımdan keçməyəsən, bir xətanı bağışlamayasan,